Əl-Vaqiyə surəsi 96 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Qiyamət qopacağı vaxt onun vaqe olmasını heç kəs təkzib edə bilməz. O, alçaldacaq, ucaldacaqdır. Yer hərəkətə gəlib şiddətlə titrədiyi, dağlar parça-parça olub ovqalandığı və toz kimi səpələndiyi zaman siz üç zümrəyə ayrılacaqsınız. Sağ tərəf sahibləri, nə uğurludur onlar. Sol tərəf sahibləri, nə uğursuzdur onlar və öndə olanlar. Onlar axirətdə də öndədirlər. Onlar Allahın lütfüne yaxınlaşdırılmış kimsələrdir. Onlar nəyim cənnətlərində olacaqlar. Öndə olanların çoxu əvvəlkilərdən, birazı da axırıncılardandır. Ləl cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaq. Onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. Onların dövrəsində həmişə cavan xidmətçi oğlanlar dolanacaqlar. Məyin dolu piyalələr, küzələr və qədəhlərlə. Bu şərabdan başları ağrımaz və keflənməzlər. Onlara bəyənib seçdikləri meyvələr və istədikləri hər cür quş əti, iri gözlü, qəşəng hurilər. Sanki sədəf içində gizlənmiş incidilər. Bu nemətlərə etdikləri əməllər müqabilində nail olacaqlar. Orada nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz ancaq salam olacaqdır. Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri? Tikansız sidr ağacları, salxım-salxım sallanmış möhüz ağacları altında, çəkilməyən kölgəliklərdə, axar su kənarında, bol meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür döşəklər üstündə olacaqlar. Şübhəsiz ki, biz huriləri başqa cür yaradacağıq. Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik. Sağ tərəf sahibləri üçündür onlar. Onların bir çoxu əvvəlki ümmətlərdən, bir çoxu da axırıncılardandır. Sol tərəf sahibləri. Kimdir o sol tərəf sahibləri? Onlar səmum yeli, qızmar atəş və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. O kölgə başqa kölgələrdən fərqli olaraq nə sərin, nə də xoşa gələndir. Onlar bundan əvvəl naz-nimət içində idilər. Özləri də böyük günah içində israr edib dururdular və belə deyirdilər. Əcəba, biz öldükdən, toz torpaq və sürçümük olduqdan sonra həqiqətən yenidən dirildiləcəyikmi? Yaxud bizdən əvvəl gəlib getmiş atalarımız da dirildiləcəklərmi? De, sizdən əvvəlkilər də, sonrakılar da məlum bir günün müəyyən bir vaxtında mütləq cəm ediləcəklər. Sonra, siz ey haqq yoldan azanlar, haqqı dananlar, şübhəsiz ki, zəqqum ağacından yiyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz. Bu, onların haqq-hesab günündəki ziyafətidir. Biz sizi yaratdıq. Məyər təsdiq etməz misiniz? Bəs bətinlərə axıtdığınız nütvəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa biz? Sizin aranızda ölümü əvvəlcədən biz müəyyən etdik. Və biz əsla aciz deyilik. Sizi yox edib yerinizə sizin kimləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan. And olsun ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə heç düşünmürsünüz, bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər. Siz də matmətləl qalıb, biz yana uğramış. Ruzidən də məhrum olmuş kimsələri deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda, sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et. Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz. Bu çox qiymətli Qurandır. Qorunub saxlanılan bir kitabdır. Ona yalnız pak olanlar toxuna bilər. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalan mı hesab edirsiniz? Can boğaza yetişdiyi zaman siz baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz. Əgər sizdən haqq hesab çəkilməyəcəksə,
və əgər doğru deyirsinizsə, bəlkə o çıxan canı geri qaytarasınız. Amma əgər ölən kimsə Allah dərgahına yaxın olanlardandırsa, onu rəhmət, gözəl ruzi və nəyim cənnəti gözləyir. Əgər o sağ tərəf sahiblərindəndirsə, sağ tərəf sahiblərindən sənə salam olsun deyiləcəkdir. Əgər yalan sayanlardan və yoldan azanlardandırsa, ona qaynar su ziyafəti veriləcək və özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu təksib olunmaz həqiqətdir. Elə isə sən ulu olan Rəbbinin adını təsbih et.